Buyurun, təqdim edin özünüzü, ünvanınız. Mən Şirinov Zamin Əyiboğlu, İsmailli rayonunun Urtakən sakini. Probleminiz nədən ibarətdir? Bizim kanalımıza müraciət etmişsiniz probleminizlə bağlı. Buyurun. Problemimiz odur ki, 2020-ci ildə sabiq bələdiyyə indi hal-hazırda burada yoxdur. Niyazi Ələkbərova həyətyanı torpaq almaq üçün 8 sot müraciət elədim yazılı surətdə, ərizə formasında. O da razı oldu. Razı oldu bu şəkildə ki, qarşılığında məndən 3000 manat pul istədi. Pulu dedi, səni pulu ver, sənədlərini düzəldib, sənə alqı-satqı edib çıxarış verəcəm. Mən də verdim. Neçə dəfələrlə o haqda söhbət elədim. Niyazi sənədlər haqqında heç bir məlumat vermədi. Ay bugün, ay sabah məni aldatdı. Bugünkü gündə də 2024-cü ilin axırlarında deyəsin, dekabr ayında Türkiyə Respublikasına çıxıb gedib. İndi hal-hazırda da heç bir sənət yoxdur. Aidiyyəti qurumlardan çox xahiş edirəm ki, mənə köməklik eləsinlər. Mənim sənədlərimin qaydasına qoyulmasına və yaxud da pulumun qaytarılmasına köməklik göstərsinlər. Siz torpağı yaşadığınız kənd ərazisindən işləyirsiniz də? Yaşadığımız. Yəni fərdi ev tikmək məqsədi ilə yoxsa? Fərdi yaşayış ev tikmək üçün. Həmin məqsəddən vermişdiniz pulu. Pulu verəndə sizdən başqa kimsə vardı yanınızda, şahidiniz olub, yoxsa necə? Yox, şahidim yanımda olmayıb, yəni ailə üzvlərimiz, valideynlərim, bütün kənd, məsəl üçün icra nümayəndəsi bilir bunları, hamısını bilirlər. Bilirlər ki, sizdən 3000 pul alınıbdır, sənədlərinizin düzəldilməsi ilə bağlı, qayda salınması ilə bağlı. Və siz haralara müraciət etmişsiniz? Mən İsmailli rayon prokurorluğuna müraciət eləmişəm. Baş prokurorluğu yanında korrupsiya idarəsinin 161 qaynar xəttinə müraciət eləmişəm. Baş prokuror Kamran Əliyevə müraciət eləmişəm. Nəticə yoxdur hələ ki. Nəticə hələ ki. Müraciətləri yəqin yazılı etmişsiniz də? Müraciətlərim yazılı şəkildə. Sizə cavab gəlib hər hansı bir instansiyadan? Cavab gəlib, belə gəlibdir ki, hələ ki araşdırma aparılır. Vaxtda neçə aydır şikayət etmişsiniz həmən oradan? 3 aydan. 3 aydan. Bəs rayon rəhbərliyinə necə vaxtda məlumat vermişsiniz, şikayət etmişsiniz? Bildirmişəm rayon rəhbərliyinə də. Rayon rəhbərliyi deyirdi ki, polis bu iş haqqında araşdırma apara bilər. Yəni hüquq mühafizə orqanlarının sizə məsləhət bilib ki, ora müraciət edəsiniz. Hazırda sizin şikayətiniz adını çəkdiyim sabiq bələdiyyə sədri Niyazi Ələkbərovdandır. Ya sənədlərinizin düzəlməsini tələb edirsiniz, ya da sizdən alınan pulun geri qaytarılmasını tələb edirsiniz. Şəxsin özü də hazırda deyirsiniz Türkiyə Respublikasındadır. Orada nə var, işləyir, yoxsa müalicə alır? Orada bir şirkətdə işləyir. İşləyir, elə bil ki. Başqa sizin bundan əlavə şikayətiniz var nəsə bu istiqamətdə, yoxsa necə? Yalnız şikayətiniz bundan ibarətdir. Şikayətim yalnız bu haqda deyəndə, mən bələdiyyə qaçıb bunu, mən deyiləm. Məsəl üçün, kənd ərazisində örüş torpaqlarına qədər satıb, ev tikiblər orada hal-hazırda. Ondan sonra örüş torpaqların əkməyə icarəyə, öz yanından icarəyə kimi verir. Belə, yəni, bir çox işlər var. Prost mənə lazımdır ki, mənə maddi, mənəvi cəhətdən də çox ziyan vurur. Mənə aldadı, mənim başımı oynaçır. Yəni, o pul məsələsində bir o qədər də mənə çox mənəvi cəhətdən ziyan vurur. Aydındır. Deməli, sizi aldatması ki, bugün, sabah vəziyyəti uzatması siz hesab edirsinizsə mənəvi zərər vurur da. Yəni, sizi belə deyək ki, aşağılamaq kimi qəbul edirsiniz onu. Həmən o örüş torpaqlarında deyirsiniz evlər tikib. O evlər elə kənd sakinləri tikib, yoxsa? Kənd sakini də var, qıraqdan gəlmə. Yəni, onların heç birinin sənədi yoxdur orada. Qanunsuz tikilib, örüş torpaqları verilib. Və örüş torpaqlarını eyni zamanda əkin üçündə icarəyə verdiyini deyirsiniz. O yerli adamlardır, yoxsa kənardan da olar? Yerli adamlardır. Yerli adam. O həmin örüş torpaqları hansı hissəsində yerləşir kəndin təxminən, hansı tərəfdə? Soltankənd kəndinin qışlaq deyilən ərazisində. Orada yerləşir. Yəni, lazım olarsa əgər, deyək ki, əlaqədar qurumlar və yaxud biz mətbuat olaraq həmin ərazilərə baxış keçirmək istəsək, bizi ilə bu istiqamətdə hansısa bir köməkliyiniz dəyə bilər bizə? Dəyər, nə deyim?
Təşəkkür edirəm. Biz də buradan müraciət edirik əlaqədar qurumlara ki, adı çəkilən məsələ ilə bağlı, hər iki problemlə bağlı vətəndaşa köməkli olunsun. Həm vətəndaşa dəymiş maddi mənəvi ziyan aradan qaldırılsın, vətəndaşın ya sənədləri düzəldilsin, ya ona pulu geri qaytarılsın. Eyni zamanda həmən qanunsuz örüş yerlərinin icarəyə verilməsi, eyni zamanda örüş yerlərində fərdi tikililərin tikilməsi araşdırılsın. Bugün Cənab Prezidentin bununla bağlı ciddi fərmanları, sərəncamları var. Əkin təyinatlı torpaqların, örüş təyinatlı torpaqların yalnız ünvanı üzrə istifadəsi ilə bağlı ciddi tapşırığı var. Bunu pozanlar haqqında sərt şəkildə cəza tətbiq edilməsi ilə bağlı göstərişi var və hesab edirik ki, İsmail rayon rəhbərliyi də, İsmailin hüquq mühafizə orqanları da bu məsələyə aydınlıq gətirəcək. Siz hazırda dediniz ki, məktub ünvanlamalı istəyirsiniz bir neçə istiqamətə. Məsləhət bilsəydiniz, bizim də kanala onu bizim saytımıza göndərə bilərdiniz, biz də saytımızda verə bilərdik onu. Edə bilərsiniz. Bir də bir sualımız var sizə. Sizi bu kanalımıza gəlib müsahibə verməyə kimsə məcbur etməyib ki, kimsə sizə deməyib ki, gedin orada məhz çıxış edin. Öz istəyinizlə gəlmişsiniz. Əlavəniz varmı əlavə? Əlavəm odur ki, Sultankənd kəndinin ərazisində, qışlaq deyilən ərazidə yenə meşəli ərazini, qırmızı kitab adı düşmüş yoğun ağaçlarında sataraq, o ərazini də satdıraraq doğratdırıb, yəni məhv elətdiribdir. 3-5 hektar ərazi, 3 hektar ərazi var belə. Həmin yeri indi kimlər əkir, onu da icarəçilər əkir kimsə. Yəni bələdiyyə bu işləri də onlar görüb. Aydındır, təşəkkür edirik. Əlavəniz yoxdursa... Əlavəm aidiyyəti qurumlardan çox-çox xahiş edirəm, mənə köməklik eləsinlər. Mənim hüquqlarımı təmin eləsinlər. Çox sağ olun. İnşallah, bəli, dövlətimiz var, inşallah ölkəmizin sərt qanunları var. Humanist, nə qədər humanist olsa da barışmaz mövqedən dayanan sərt qanunlarımız da var. O qanunlar ki, qanunları pozan şəxslərə qarşı tətbiq edilir. Və inanırıq ki, sizin probleminiz tezliklə həll olunacaq. Sağ olun, sağlıqla qalın.